Bir daha salam, dəyərli müəllimlər və tələbələr. Növbədə izah edəcəyim üçüncü, yəni 2026 metodik çərçivə sənədinə düşmüş yeni 4 təfəkkür növlərinin ikisini izah elədim və YouTube kanalımda yerləşdirdim. Yəni hər biriniz baxa bilərsiniz, öz rəylərinizi, fikirlərinizi bölüşə bilərsiniz. İndi isə analitik təfəkkür haqqında izahımı təqdim etmək istəyirəm müəllimlər. Analitik təfəkkür az öncə izah etdiyim təfəkkür növlərindən biraz fərqlidir. Adından göründüyü kimi analiz üzərində aparılan bir təfəkkür bacarıqlarıdır. Yəni şagird hər hansısa bir hadisəni, hər hansı bir problemli situasiyanı nə edir? Analiz eləyir. İndi bunun daha konkret həm metodiki ifadəsinə baxaq, mənasını izləyək. Analitik təfəkkür nədir? Analitik təfəkkür insanın mürəkkəb məlumatı və ya problemi, fikir verirsiniz, hissələrə ayıraraq. Deməli, nə edir? Analitik təfəkkür müəyyən problemi parçalayır, hissələrə bölür. Özdə mürəkkəb məlumatı və ya da ki, problemi. Əgər biz hər hansı bir problemli situasiya ilə qarşılaşırıqsa, müəyyən bir çətin bir tapşırıq verilibsə, o tapşırığı çevik həll eləmək üçün, o tapşırığı düzgün yerinə yetirmək üçün birinci atılacaq addımımız onu hissələrə bölməkdir. Hissələrə böldük, ayırdıq və daha sonra həmin o hissələri nə edirik? Məntiqi ardıcıllıqla təhlil edirik və səbəb-nəticə əlaqələrini müəyyənləşdirib əsaslandırılmış nəticə çıxartmağa çalışırıq. Deməli, analitik təfəkkür nədir? Analitik təfəkkür informasiyaları hissələrə ayırır və həmin o hissələri məntiqi ardıcıllıqla təhlil edir. Baxın, bu ardıcıl sizə göstərdiyim bacarıqlar da mərhələli şəkildə baş verir. Və sonra onlar arasındakı səbəb-nəticə əlaqələri müəyyənləşdirib əsaslandırılmış nəticə çıxardır. Bu bir növ Bloom taksonomiyasının təhlil etmək mərhələsi ilə çox yaxındır. Yəni siz təkrarlamaq üçün, biliyinizi bir daha yeniləmək üçün Bloom taksonomiyasının təhlil etmək mərhələsini bir növ nəzərdən keçirsəz, orada da deyir ki, məlumatları, yəni tamı hissələrə ayırmaq və həmin hissələrin bir-biri ilə necə əlaqəli, necə yaxın olduğunu nə etmək, müəyyənləşdirməkdir. Yəni analitik təfəkkürün də bir yanı elə bir ki, bu bacarıqları özündə birləşdirməkdir. Nə üçün vacibdir analitik təfəkkür? Gəlin bunun bir izahına baxaq. İnsanlara mürəkkəb problemlərlə məntiqi şəkildə işləməyə və mövcud faktlara əsaslanan həllər tapmağa imkan verir. Yəni belə başa düşürük ki, insanlar hər hansı bir mürəkkəb situasiya ilə, problemlə qarşılaşıblarsa, onu məntiqi şəkildə nə etmək, həll etmək tələb olunur. Yəni məntiqi şəkildə işləməlidirlər o problemi və mövcud faktlara əsaslanıb həllər, yəni yeni həll yolları tapmalıdırlar. Xüsusilə geniş həcmli məlumatın təhlil olunub ən yaxşı strategiya və ya həll yollarının hazırlanmasını dəstəkləyir. Deməli, xüsusilə də geniş həcmli məlumatlar nə olur? Təhlil olunur və ən yaxşı strategiya və həll yolları hazırlanır. Deməli, analitik təfəkkürdə bir daha təkrarlayıram. Analitik təfəkkürün işi nədən ibarətdir? Mürəkkəb məlumatları, mürəkkəb problemləri nə edir? Parçalayır. Çünki böyük bir işi bir həllə tapmaq, həll etmək mümkün deyil. Biz onu parçalamalıyıq, hissələrə ayırmalıyıq və həmin hissələrin məntiqi ardıcıllıqla təhlilini aparmalıyıq və onlar arasındakı müəyyən səbəb-nəticə əlaqələrini müəyyənləşdirib əsaslandırılmış yekun bir nəticə çıxartmalıyıq. İndi bunu biz, baxın, nəzəri qaydasını dedim. İndi gəlin biz bunu nümunələr üzərində biliyimizi neyniyək, möhkəmləndirək. Məsələnin şərtini mərhələlərlə analiz edib həll yolu tapın.
fikir verin. Məsələnin şərti verilib. Mürəkkəb bir tapşırıqdır. Bax, az öncəki qaydada deyildiyi kimi mürəkkəb biliklərin, mürəkkəb informasiyanın. İndi bizim üçün məsələnin şərti mürəkkəb bir nədir? Məlumatdır. Və biz bunu nə edirik? Mərhələlərlə, yəni parçalayıb hissələrə ayırırıq və hər bir mərhələni nə edirik? Analiz edib onun həlli yolunu tapırıq. Deməli, analitik təfəkkür nədir? Tapşırığı hissələrə ayırdı. İkinci tapşırığa baxaq. Mətnin əsas ideyasını və köməkçi fikirləri ayırın. Deməli, burada görüləcək yenə parçalanma görürük, hissələrə bölünmə görürük. Eynən Bloom taksonomiyasının nəyi? Nədir onun adı? Təhlil etmək mərhələsi kimi. Orada da deyirik, lazım olan, olmayan, vacib olan, olmayan. Bax, indi burada əsas ideyası vacib olan faktordur. Köməkçi fikirlərə ayrım, bu da ikinci dərəcəli bir faktordur. Yəni, əsas və ikinci dərəcəli hissələrə ayırdıq mətnin ideyası. Sonra, yəni burada mərhələlərə bölünmə, hissələrə ayrılma daha doğrusu var. Sonra problemin yaranma səbəblərini müəyyənləşdirin. Bəli, artıq burada səbəb-nəticə əlaqələrini müəyyənləşdiririk. Nəyə görə bu problem yaranır? Bu problemin yaranması nəyə gətirib çıxara bilər? Yəni səbəb-nəticə əlaqələri müəyyən olunur. Sonra müxtəlif həll yollarını müqayisə edib ən uyğununu seçin. Bax, necə ki, az öncəki tərifdə nə deyir? Deyir, xüsusilə geniş həcmli məlumatların təhlil olunub ən yaxşı strategiya, baxın, ən yaxşı strategiya və həll yollarının hazırlanması. Eləcə də biz bu yanaşmanı, bu tapşırıqda gördük. Müxtəlif həll yollarını müqayisə edib ən uyğununu seçirik. Sonra statistik məlumatları təhlil edib nəticə çıxardırıq. Eynən, yəni yekun əsaslandırılmış bir nəticə çıxardırıq. Müəyyən bir statistik məlumatdır. Onu təhlil etmək üçün nə edirik? Hissələrə ayırırıq. Yəni təhlil etmək necə olur? Parçalayırıq, bölürük, əsas mənaları müəyyənləşdiririk, təhlil edirik, vacib faktorları, ikinci dərəcəli yanaşmaları və yekun əsaslandırılmış bir nəticə çıxardırıq. İndi gəlin baxaq görəyin, analitik təfəkkürün hansı xüsusiyyətləri var. Yəni biz az öncə praktik təfəkkürün xüsusiyyətləri ilə tanış olduq. Sonra canım sizə desin, abstrakt təfəkkürlə, indi isə analitik təfəkkürün xüsusiyyətlərlə. Nədir? Təhlil edicidir. Bəli, analitik təfəkkür deyildiyi kimi nə edir? Təhlil edir. Yəni, eynən Bloom taksonomiyasının təhlil etmək mərhələsi kimi bütünü hissələrə bölür. Məncə, bu təfəkkür növünün tapşırıqlarını asanlıqla tapacaqsınız. Çünki sizin artıq bir baza biliyiniz var. Siz artıq Bloom taksonomiyasının təhlil etmək mərhələsini bilirsiniz. Onun fəaliyyətləri ilə xüsusiyyətlər yaxından tanırsınız. Məntiqidir. Sözsüz ki, çünki faktlara və sübutlara əsaslanır. Sistemlidir, çünki addım-addım düşünməni tələb edir. Çünki biz hissələrə böldükdən sonra hər bir hissələri nə edirik? Məntiqi ardıcıllıqla addım-ba-addım onu yerinə yetiririk, həll eləməyə çalışırıq. Deməli, sistemlilik var burada. Səbəb nəticə yönümlüdür. Bəli, niyə baş verdi? Nə üçün oldu? Buna səbəb nə oldu? Yəni nə kimi bağlılıq əlaqəsi var, yəni nə vadar elədi. Yəni bax belə niyə, necə, nə üçün tipli yanaşmanı, sualları burada araşdırır və qiymətləndiricidir. Çünki məlumatın doğru və yaxud da ki, yanlış tərəflərini ayırd etməyi də bir fəaliyyət olaraq özündə əks elətdirir. Belə, bunlar oldu nələr? Analitik təfəkkürün xüsusiyyətləri. Yəni, yenə deyirəm, biz artıq nümunələrlə, izahlarımızla bu informasiyanı nə etdik, möhkəmləndirdik. İndi gəlin baxaq görək, analitik təfəkkürü inkişaf etdirmək üçün hansı bacarıqlara sahib olmaq lazımdır. Mən burada indi sxem şəklində qeyd eləmişəm, hissələrə ayırma, yəni də biz onun xüsusiyyətlərdə baxdıq, qaydanın içində də gördük, tapşırıqların içində də gördük. Yəni dəfələrlə təkrarlayıram ki, hər dəfə sizin yadınızda qalsın. Müqayisə və qarşılaşdırma bacarığı istifadə olunur. Yəni bu bacarıqlar da şagird sahiblənir. Sonra
Səbəb-nəticə əlaqəsi, sübutla düşünmə, yəni nə üçün fikrini əsaslandır. Görün ki, burada indi elmi yanaşma olacaq, deduktiv əsaslandırma ola bilər və alternativ izahlar. Yəni daha başqa necə düşünürsən, fikrini necə izah eləyərsən kimi bir yanaşmalar. İndi gəlin, amma bunları biz müəyyən tapşırıqlar vasitəsilə, yəni bu bacarıqlar hansı nümunələrlə izah oluna bilər? Bax, bunu mən sizə göstərim. Deməli, birinci nədir? Burada hissələrə ayrılma. Hissələrə ayrılma burada qeyd olunub. Necə? Mətnin giriş hissəsini, əsas fikrin olduğu abzasları və nəticə hissəsini müəyyənləşdir. Yəni nədir burada? Hissələrə ayırıram. Mətnin giriş hissəsinə ayırıram, mətnin əsas deməli abzaslara ayırıram və nəticə hissəsinə ayırıram. Yəni beləliklə biz burada hissələrə ayrılma görürük. Sonra müqayisə və qarşılaşdırma. Biz burada müqayisə və qarşılaşdırmada nə edirik? İki obrazı bir-birlə qarşılaşdırırıq. Məsələn, iki şəxsi, iki şairi, iki hökmdarı, iki prezidenti, iki müqaviləni, iki kontraktı fərqli yoxdur. Yəni, hər hansı bir iki obrazı, iki yanaşmanı qarşılaşdırırıq. Biz burada oxşar və fərqli cəhətləri müəyyənləşdiririk və fərqlərin nəticəyə təsirini müəyyənləşdiririk. Baxın, müqayisə və yəni biz bunu təhlil etmək mərhələsində də icra etmişik. Yəni Bloom taksonomiyasının. Səbəb-nəticə əlaqəsi. Baş vermiş tarixi hadisənin səbəblərini, həmçinin qısa və uzun müddətli nəticələrini müəyyənləşdir. Yəni bax, belə bir tapşırıq. Baş vermiş tarixi hadisənin səbəbini müəyyənləşdirin və bunun hansı qısa və uzun müddətli nəticəsi olubsa bunu. Yəni səbəb və nəticə. Nə vadar elədi bu tarixi hadisənin və müharibənin başlanması və bu müharibə hansı nəticə ilə nəticələndi. Yəni bax, səbəb və nəticə əlaqəsi. Yəni bir müharibə ilə, yəni müqayisə elə. Tutaq ki, 2-ci Dünya müharibəsinin başlanma səbəbi və 2-ci Dünya müharibəsi hansı nəticə ilə nəticələndi. Sonra sübutla düşünmə. Tarixi iddianı mənbə ilə sübut etmək üçün sənəd və statistik məlumatlardan necə istifadə edərdin? Yəni fikir verin, hər hansı bir tarixi bir faktı, tarixi bir daha doğrusu hadisəni tarixdə olub olmadığını sübut eləmək üçün sən nədən istifadə etməlisən? Təbii ki, mənbələrdən, yəni statistik sübutu dəstəkləyən sənəd və ya ki, statistik məlumatlardan və sən bundan nə cür istifadə edərdin? Yəni burada arxiv materialları var, burada tarixçilərin, yazıçılar, yəni belə deyək, tarixi filosofların, deyək ki, tarixi səyyahların mənbələrindən, əsərlərindən və ya ki, hansı bir ədəbiyyatçılarımızın, tarix əsərlərindən nümunələr gətirmək olar. Yəni hər bir halda sən o hadisənin olub-olmadığını, yəni belə deyim də, izah eləmək üçün və yəni olub-olmadığını müəyyənləşdirmək üçün hansı mənbə, yəni bu bir növ həmçinin də şagirdlərdə mənbələrlə düzgün işlənmək, yəni düzgün istifadə etmək bacarığını da formalaşdırır. Sonra alternativ izahlar. Məsəl üçün, məsələnin başqa həll yollarını araşdır. Hansının nə zaman daha sərfəli olduğunu izah et. Bax, bu çox maraqlıdır. Düşünürəm ki, bu bir növ elə istənilən əslində fən üçün keçərlidir, söz yox. Amma xüsusən texniki fənlər üçün hər hansı bir də ki, məsələ həlli, misal həllini, bir var müəllimin göstərdiyi yol, bir də var sənin özünün, yəni başqa hansı yolları müəyyənləşdirə bilərsən. Və də ki, hansı bir hadisə baş veribdir, o hadisənin başqa digər hansı həll, yəni o problemin daha doğrusu həll yolunu müəyyənləşdirə bilərsən və yaxud da ki, onu necə hansının nə zaman və daha sərfəli olduğunu izah elə. Yəni hansı o həll yolu daha sərfəlidir ki, yəni o sərf edəcək bir həll yolunu nə elə, izah elə, fikrini göstər, əsaslandır və s. Deməli, bu analitik təfəkkür bir növ tapşırığı, yəni mürəkkəb verilən bir tapşırıq.
tapşırığın fikir və analitik təfəkkür deməli daha mürəkkəbdir. Biz praktik təfəkkürdə gördük ki, şagird bilavasitə nəzəriyyədə əldə edir və praktikada istifadə. Yəni burada çeviklik biz görürük. Amma analitikdə bir növ zaman lazımdır. Yəni şagirdin o tapşırığı yerinə yetirməsi üçün, araşdırması üçün, hissələrə bölməsi üçün. Baxın gör nə qədər mürəkkəb burada fəaliyyətlər var. Yəni bir fəaliyyətin içərisində deyək ki, bir kompetensiyadır və onun tərkibində nə qədər mürəkkəb bacarıqlar var. Bu bacarıqlar nə olur? İstifadə olunur. Belə. Keçdik növbəti və sonuncu təfəkkür növünə, produktiv təfəkkür. Çox maraqlıdır. Produktiv təfəkkür, sevəcəksiniz bu təfəkkürü. Çünki bilavasitə elə adından göründüyü kimi produktivliyi var, səmərəliliyi var bu təfəkkürün. Amma nədə? Produktiv təfəkkür nədir? Əvvəla biz onun yanaşmasına, bu anlayışın tərifinə baxaq. İnsanın problemi və ya situasiyanı dərin şəkildə anlayaraq onu yenidən qurması və bu əsasda yeni, mənalı və işlək həll tapmasıdır. Fikir verin, hər hansı bir problemlə biz dəfələrlə üzləşirik, qarşılaşırıq, amma uzun müddət o problemin çözüm tapa bilmirik. Lakin müəyyən bir deyək ki, beynimizi işə salmaqla, müəyyən deyək ki, təhlillərimizi eləməklə biz nə edirik? Həmin o situasiyanı, həmin o problemi yenidən qururuq. Yeni bir işlək vəziyyətə gətiririk. İndi situasiya sualları ilə mən bunu sizə göstərəcəm nümunələrlə. Bu zaman insan, sadəcə indi birinci qaydaya baxaq. Bu zaman insan sadəcə yadda saxladığı qaydanı tətbiq etmir. Diqqət edirək. Problemin daxili strukturunu, onun əsas və ikinci dərəcəli elementlərini, eləcə də bu elementlər arasındakı əlaqələri görməyə çalışır. Deməli, nədir? Burada əsas şagird üçün tələb olunan informasiyanı və ya həmin o məlumatı yadda saxlamaq yox, yəni qaydanı yadda saxladığı, yəni qaydanı tətbiq eləmir. Sadəcə həmin o problemin daxili strukturunu dəyişir. Onu yenilir, yeni bir belə deyək, nəfəs qatır. Nə ola bilər bu həqiqətən? Yəni produktiv təfəkkür qayda olub biraz bəlkə sizin üçün mürəkkəb gələ bilər, amma nümunəyə baxdıqda çox asan bir belə deyim, yanaşması olduğunu görəcəksiniz. Məsəl üçün, mən burada test şəklində vermişəm. 8-ci sinif şagirdi Murad dərsdən sonra ev tapşırıqlarını yerinə yetirməyə başlayır. Lakin vaxtını düzgün planlaşdıra bilmədiyi üçün tapşırıqları yarımçıq qalır. O, həm dərslərinə vaxt ayırmaq, həm də şəxsi maraqlarını, yəni idman və istirahəti, şəxsi maraqlarını qorumaq istəyir. Murad mövcud vəziyyəti analiz edərək gündəlik fəaliyyətlərini yenidən planlaşdırmağın problemin həlli üçün daha məqsədə uyğun olduğunu müəyyənləşdirir. Deməli, biz situasiyadan gördük ki, Murad ev tapşırıqlarını yerinə yetirməlidir dərsdən sonra. Lakin deyək ki, vaxtı düzgün bölüşdürə və planlaşdıra bilmədiyi üçün tapşırıqları yarımçıq qalır. Və demək olar ki, bu hər dəfəsində olur. O, həm dərslərə vaxt ayırmaq istəyir əslində, həm də ki, öz hobbisi ilə, deyək ki, şəxsi maraqlarını, yəni dərsdən sonraki fəaliyyəti ilə məşğul olmaq istəyir. Amma belə deyək, bunun üçün nə etməlidir? O, mövcud vəziyyəti analiz edir. Gündəlik fəaliyyətlərini yenidən planlaşdırmağın problemin həlli üçün daha məqsədə uyğun olduğunu müəyyənləşdirir. Deməli, nə edir? Başlayır bir-bir, nəyi düzgün eləmir, ən çox nəyə vaxtını ayırır, nə plansız gedir. Bəzən tələbələrim deyir ki, müəllim, vaxt çatdıra bilmədimi? Ay müəllim, evdəki tapşırığımı yarımçıq qoydum. Yalnız mövzunu oxumuşam, test işləyə bilməmişəm. Yəni 24 saat ərzində tələbənin vaxtı olmur ki, məsəl üçün testləri yerinə yetirsin. Deməli, biz nə etməliyik? Problemimiz nədədir? Ən çox nəyə vaxtımız gedir? Ola bilər bəlkə telefonda çox zaman itiririk. Ola bilər ki, televizora çox baxırıq. Ola bilər ki, boş-boş, nə bilim, işlərlə məşğul oluruq və ya da ki, bir işin üstündə çox zaman eləyirik. Yəni çevikliyimiz, operativliyimiz
şeyimiz olmaya bilər. Amma bunu düzəltmək üçün biz vəziyyətimizi bir xəritə kimi qarşımıza qoymalıyıq. Nə edirik? Ümumiyyətlə gördüyümüz işdə ən çox problem nədədir? Nəyə daha çox zaman ayırırıq? Onu kökündən həll edir, yəni o problemi tapıb kökündən həll edib strukturumuzu, planımızı, strategiyamızı yenidən qururuq. Onda görürük ki, aha, artıq zaman da ayırırıq hər şeyə, vaxtımız da çatır, hətta istirahətimizə də vaxt qalır. Belə. Yəni burada əslində işləri nə etmək, daha çevik həll eləmək lazımdır. Sonra İndi gəlin biz bunun daha başqa bir rahat bir tərifini verək. Yəni biz artıq nümunəni anladıq, qaydaya da baxdıq. İndi bir başqa tərif verək, daha rahat bir tərif. Problemin qavrayış strukturunun yenidən təşkili. Baxın, görürsüz, uşağın vaxtı çatmır özünə və yaxud da ki, digər asudə vaxtına zaman ayırmağa. Yəni bu bir problemdir və bu problemi yenidən təşkil edirik. Yeni vəziyyətə başqa bucaqdan baxırıq. Yəni mən necə edə bilərəm, hər şeyə vaxt çatdırım, necə edə bilərəm, asudə vaxtıma da zaman ayırım və bunu bir başqa rakursdan baxır. Obyektlərə fərqli funksiya vermək və nəticədə problemi yeni, məqsəd yönlü və səmərəli şəkildə həll edir. Yəni həll etmək bacarığıdır daha doğrusu. İndi mən sizə bir başqa nümunə də göstərəcəm. Məsəl üçün müəllim 8-ci sinifdə mövzunun mənimsənilməsində çətinlik yarandığını müşahidə edir. Şagirdlər mövzunun əsas anlayışlarını əzbərləsələr də, onları yeni situasiyalarda tətbiq edə bilmirlər. Niyə? Görünür ki, şərhdə də qeyd olunub, mövzunu çətin başa düşürlər və mövzunun əsas anlayışlarını əzbərləsələr də, yeni situasiyalar tətbiq edə bilmirlər. Müəllim bu vəziyyəti qiymətləndirərək dərsin strukturunu dəyişir. Yəni artıq müəllim bir kartanı açdı, xəritəni açdı, gördü ki, uşaqlar niyə situasiyanı tətbiq eləyə bilmirlər. Niyə bacarıqlara yiyələnə bilmirlər? Deməli, nədir? Mövzunu çətin başa düşürlər. Və müəllim də bunu dərk edəndən sonra o problemi kökünə, yəni nədən qaynaqlandığını daha doğrusu gördükdən sonra nə edir? Mövzunu hazır qaydalarla izah etmək əvəzinə, yəni birinci durub deduktiv yanaşmadansa, sinifdəki gündəlik əşyalardan istifadə etməklə yeni tapşırıq forması yaradır. Baxın, nə edir? Sinifdəki gündəlik əşyalardan, məsələn, təbaşirdən, meyldən, nə bilim, nəsə digər deyək ki, istifadə etməklə yeni tapşırıq formasını yaradır və bu şagirdlərdən həmin əşyalara fərqli funksiyalar verərək problemi həll etməyi tələb edir. Deməli, nədir məsələ burada? Müəllim artıq hazır qaydalarla izah eləmir. Yəni, sinifdə olan gözlə gördüyümüz, yəni qələmdən, ruçka, karandaşdan, pozandan, xəttkeşdən, yəni gündəlik biz dərsdə nələrdən istifadə edirik? Yəni, onları tapşırıq, yəni formasında işlədir, yaradır həmin o tapşırıqları və şagirdlərdən həmin əşyalara fərqli funksiyalar verərək, yəni daha başqa necə, yəni biz bunları istifadə edə bilərik? O problemin həllində bir növ istifadə edir bu bacarıqları. Təbii ki, bu da nədir? Produktiv təfəkkürü formalaşdırır. İndi gəlin baxaq, mən sizə hələ heç yanında olmayan qızıl qaydalar göstərəcəm. Nədir? Qızıl qaydalar. MİQ üçün qızıl qaydalar başlığında da bunu ayrıca bir video şəkildə də mən paylaşaram. Təfəkkürün növlərini ayırd edən suallar. Yəni əsas burada 4 dənə yeni MİQ 2024 metodik çərçivəsinə düşən 4 təfəkkürün suallarını və açar məqamları göstərmişəm. Nədir? Məsəl üçün, baxaq analitik təfəkkürə. Analitik təfəkkürün sualı nədir? Niyə alınmır? Problem nədən yaranır? Baxın, səbəb-nəticə əlaqəsi burada var. Sonra əlamətləri problemi hissələrə ayırır, səbəb-nəticə əlaqəsini qurur, həll təklif etməyə bilər. Yəni, təklif etməyə bilərəm həlli, amma əsas odur ki, nə edirəm? Müəyyən həll təklif etməyə, yəni təklif etməyə bilər. Yəni, bir növ problemin həlli ilə bağlı
yeni yollar tapmaya bilər, amma əsas odur ki, o problemi çözür, səbəb-nəticə əlaqəsini tapır, nə bilim, hissələrə ayır və bir-biri ilə müqayisələr edir, qarşılaşdırmalar edir. Sonra ikinci, produktiv təfəkkür. Başqa cür necə alınar? Yəni yeni yol axtarıram. Bu vəziyyəti fərqli baxışla necə həll edə bilərəm? Fikir verin, artıq burada yeni bir nələr var? Yeni bir nəfəs qatır. Yəni istifadə olunan və ya olunmayan, deyək ki, praktikliyi olmayan bir işin, bir problemin yeni bir çözümlə həllində produktiv təfəkkür yardımcı olur. Bunun üçün olmadı, qavrayış strukturunu dəyişir. Yəni şagird əvvəlki kimi artıq düşünmür. Yeni düşüncə ilə artıq problemini, strukturunu müəyyənləşdirir və onu dəyişməyə çalışır. Obyektlərə yeni funksiya verir. Yeni və səmərəli həllər yaradır. Bu bir. Sonra, yəni bunlar bir növ bu qədər danışdıqlarımızın yığcam konspektidir. Abstrakt təfəkkür nədir? Bu vəziyyət hansı ümumi anlayışa aiddir? Yəni bu daha çox konseptual düşünür şagird. Bu konkret halın arxasında duran anlayış nədir? Bax bunu, yəni bir növ mücərrəd düşündüyü üçün artıq burada daha tutalım yeni bir fərqli bir, daha doğrusu baxış yaradır, digər alternativ düşünə bilər və məsəl üçün məsələyə bir fərqli yöndən düşünüb münasibət bildirə bilər. Praktik təfəkkür və bunda nədir əlamətlər? Konkretlikdən uzaqlaşır, qayda, prinsip, anlayış formalaşdırır və nümunədən anlayış çıxardır. Praktik təfəkkürə gəlincə, bunu indi və dərhal necə edim? Yəni burada çeviklik və cəldlik lazımdır. Mövcud imkanlarla ən tez hansı yolu seçməliyəm? Bu suallara cavab tapır. Bəs əlamətləri hansılardır? Hazır bilik və təcrübəyə söykənir. Çünki nəzəri biliklərdən istifadə etməklə biz onu praktikada tətbiq edirik. Yenilik yaratmaya bilər. Hansı ki, yəni burada praktik hökmən yenilik yaratılması, yəni şərt deyil. Necə ki, burada analitikdə dedi ki, həll təklif etməyə bilər. Burada da yenilik yaratmaya bilər. Amma tətbiq yönümlüdür. Yəni bu vacib faktordur. Və ənənəvi bizim illərlə biq və sertifikasiyaya düşən və hər kəsin bildiyi məntiqi tənqidi, yaradıcı təfəkkür heç unutmuruq. Yəni artıq biz bunlarla illərdir dostlaşmışıq. Nələrdir? Yəni bunları unutmaq artıq bizə yazıq olur, türklər demiş. Nədir burada? Bu nəticə hansı qaydaya əsasən alındı? Yenə də məntiqi təfəkkürdə səbəb-nəticə əlaqəsi. Yəni nə üçün biz bu qaydanı əldə elədik, necə bu nəticəyə gəldik və s. Yəni bu yöndə düşünməyə vadar edir. Əgər A doğrudursa, B mütləq nəticədirmi? Yəni bax bu da yenə də səbəb-nəticə əlaqəsi. Əlamətləri nələrdir? Qaydalar və ardıcıllıqla düşünür. Yəni qaydalarla düşünür, ardıcıllıqla düşünür. Deduksiya və induksiyadan istifadə edir. Daxili ziddiyyət axtarır. Yəni nə üçün belə oldu, nə səbəbə, yəni hansı ki, burada artıq bir növ abstrakt düşüncədə olduğu kimi, yəni biraz konseptual yanaşır məsələyə, daha ümumiləşdirici, yəni yanaşma ilə daxili ziddiyyəti, yəni mürəkkəb situasiyanı anlamağa çalışır bir növ və nəticə çıxarır. Yəni daxili ziddiyyəti axtarırsa, demək hökmən burada bir ümumiləşdirmə olmalıdır, hökmən burada bir nəticə faktoru olmalıdır. Tənqid təfəkkür nədir? Deyir, bu həll doğrudurmu? Başqa alternativlər niyə uyğun deyil? Bir növ mühakiməyə əsaslanır. Bir növ burada əsaslandırmaya, mühakiməyə, yəni dəyərləndirməyə əsaslanır. Əlamətləri nələrdir? Qiymətləndirir, müqayisə edir və sübut axtarır. Yəni sübut axtarır, hansı ki, burada müəyyən faktlar, dəlillər, arqumentlər rol oynayır. Və nəhayət sonuncu yaradıcı təfəkkür. Yaradıcı təfəkkürün axtardığı suallar. Tamamilə yeni nə edə bilərəm? Bu problemi əvvəllər olmayan üsulla necə həll edim? Tam yeni məhsul.
heç kəsə bəlli olmayan, kimsənin əvvəlcədən də belə istifadə etmədiyi və yaxud da ki, edibsə də ona yeni bir qatqı əlavə eləmək olar. Bu yaradıcı təfəkkürün əsas prioritet yanaşmasıdır. Hansı əlamətləri mövcuddur? Orijinal ideya yaradır, sərhədləri aşır, çünki bu yaradıcı təfəkkür heç kəsin ağlına gəlməyən ideyaları özündə cəmləşdirir. Yenilik ön plandadır, praktikliyə düşməyə də bilər. Yəni praktik yönümlü olmaya bilər, amma daim yeniliyə açıqdır, daim öz deyək ki, dəyişimini, çevikliyini özündə əks elətdirir. Yəni bu günün köhnə yanaşması sabahın deyək ki, müəyyən dəyişikliklər, müəyyən əlavələr edilməklə daha modern bir formaya, deyək ki, müəyyən bir anlayışa uyğunlaşa bilər. Belə. Bu oldu bizim qızıl qaydalarımız. Mən burada 7, yəni təfəkkür növünü artıq biz keçmişik. Yəni artıq hər birisinin qısaldılmış qızıl məqamlarını sizə vurğuladım. Belə. Mən kurikulum müəllimi Əminə Bağırova. Bu qədər sizə lazım informasiyaları ötürdüm. Elə isə növbəti izahlarda görüşənədək hələlik.